bugünkü dövrdə də biz başqalarını, ağıllı insanları qabaqlamamalıyıq. Bəzi insanlar var da özlərini ağıllı göstərib istəyir ki, elə özünü çox bilmiş göstərir. Yəni bu hər şeyi bilir, hər şeydən məlumatlıdır. Məsləhət görür. İşi gücü ancaq məsləhət görməkdir. Halbuki baxırsan deyirsən filan kəs bir dayan da. Yəni səndən bilən adam var, yaxşı bilən adam var, alim adam var. İmkan ver o danışsın. Bir-iki dənə şeyi bilirsən, başa düşdüm. Amma o demək deyil ki, sən hər şeydə elə söz deyəcəksən, söz sahibisən. Var belə insanlar söz sahibi. Özlərini söz sahibi bilirlər. Belə bir səlahiyyətə malik olduğunu düşünürlər. Hər şeydə sözünü deyir. Baxmır ha, düz bildirir, səhv bildirir. Əsas nədir? Mən bilirəm. Mənim məlumatım var. Sözləyən adam deməliyəm. Belə bir ruhiyyədə olan insanlar var. Görürük biz bunu. Hamının ətrafında belə insanlar var yəqin ki. Bu həqiqətən də bir xəstəlikdir. Söz sahibi olmaq xəstəliyidir. Özünü səlahiyyətli hiss etmək bir xəstəlikdir. Mənəvi xəstəlikdir. Həzrət Əli əleyhissalamın belə bir hədisi var. Çox əla bir hədisdir. Əlbəttə digər hədislər kimi. Həmin o çox bilmişi bildirir də. Burada bir söz keçir. Əbədun nas minəl ilmi mən yərə ənəhu alimə. Ənəhu alimə. Deyir, cahilin elmdən ən uzaq halı bilsiz hansı haldır? Cahilin elmdən ən uzaq halı odur ki, özünü çox bilmiş hesab edir. Ənəhu alimə. Elə bilir ki, bilir. Özünü çox bilmiş hesab edir. Deyir, bu cahilin elmdən ən uzaq halıdır.